Qaldığımız yerdən vloqa davam edirik. Deməli, bugün 12 oktyabrda vloqun davamını çəkirəm. Bu günün əvvəlini çəkmişim, indi sonunu çəkirəm. Paltarları yığdım. Qaynanam da burada. Kələmi doğrayır, kələm şorbası eləyəcək. Kələmləri doğradı. Bir buradadır. Bir də buradadır, yarısı da. Böyle çaydan da qoyub üstündən çay içək. Dəmimiz var daha doğrusu. İndi ben hamamda bir iki paltar var. Onları da yuyum, atmış. Belə akşama da qaynanam kök salatı eləyir. Kök, qoz, bir də mayonez, duz. Sarımsaq istəmişdir. Sarımsaq eləyir. Belə. İndi də İsmail'lə gidirik mağazinə. Bağçadan İsmail'ə rəngli kağız falan istədilər. Gidik onları alaq. İsmail sabah gedəcək. İsmail bağçaya. Nasıl? Belə. Gedim oradan çekelim yine. Ana, bunu yiyir. Meymun bana yiyir. Ana, Ha? ana, yiyir. Deməli xanımlar, neçə saatdır yoxam. Aşağıdaydım. Çünkü İsmail gəlmək istəmədi. 8 işləmiş gəlmişəm yuxarı. Qaynanam yemək pişirmişdi. Günorta yemək, yəni axşam yeməyi falan yedik. Qaynanam indi bütün qabları yudu, elədi, yığdı bura, qəşəng. Amma mənim halım yoxdur. İnanırsınız, İsmail də mənim nəfəsimi kəsdi aşağıda. Bütün hər işim qaldı da. Eyb olmaz, sabah görərəm. Orada da nə qədər paltarlar, uşaqların paltarlarını ütüləmədim. O bütün paltarları oraya yığdıq, uyuduqlarımızı falan filan. Hər nəsə sabah onları yığaram. İndi deyirəm yatım. Gedim yatım. Sabah tezdən durub görürəm. Sabah bəlkə Sumqayıta getdik. Onun üçün istedim bu vlogu da burada paylaşım. Yəni hər dəfə təmiz olmur. Yəni belə qabımız falan olmur, amma yuyub qalır da. Çünki çətindir çatdıranmayı. Qaynanam sağ olsun yudu elədi, amma çatmadı. Amir də onun nəfəsini kəsmişdi mən aşağıda olanda. Belə. İndi mən də bir stəkan çay içim. Sonra da gedim yatım. Sabahınız xeyir xanımlar. O düz deyibləri sabah axşamın işin sabaha qoymazlar. Bir də ora. Mən gecə yığışdırmadım. Səhər tezdən durub yığışdıraram. İnanırsınız gecə İsmail yatmadı. Çox pis öskürürdü. Səhər də 12 saat 6-dan durdu. Yatmadı. Ona elə dava, dərman, inqalasiya falan elədim. Və yuxum çox pis gəlirdi. Özüm yatdım. O da biraz oynadı. İndi tezdən durmuşum saat 9'da. İndi onun yumurtasını qaynanam ona yumurta qoymuşdu. Ona yumurta verim, yesin. Sonra mən də başlayayım mətbəx falan yığışdırım. Hələ yerdə oyuncaqlara bax. Belə bunlar. Buranı yığdım qabları. Tez bazar paltarları da ütülədim. Çünki ən böyük işim burada. Bu olsa qalır. Və İsmail oraları töküb dağıdıb hər nəsə. Dedim qoy paltarları tez ütülədim. Əsas bu işim. Başqa işim yoxdur. Deməli xanımlar, bu gün özümü göstərməmişəm, sizlə biraz söhbət eləməmişəm. Onun üçün istəyirəm sizlə söhbət eləyəm. Deməli, bugün əslində bəzi planlarımız vardı. Sumqayıta getmək istədim. Özümü Qutqa almaq istəyirdim. Belə üstdən geyinməyə. Alınmadı. Gecədən İsmail öskürməyə başladı. Çox pis öskürür. Səncə boğazı qıcıqlanmış kimi öskürür. O da nə qədər dərman verdim, nə bilim, yod kletkası elədim. Nanə cöhərlə, kamfora ilə onu belə masaj elədim. Yəni soğan suyu, bal, hər şey elədim də. O öskürən keçmək üçün, amma keçmədi. Biz də dedik ki, yəqin keçmirsə bu 100% çöpdür. İndi hər ay biz getməliyik o çöpçüyə, 10 manat pul verməliyik. Ona görə indi qaynanam saat 5'dir. Qaynanam onu apardı çöpçüyə. İnan İsmail də xəstə olandı. Vəbşi uşaqlar xəstə olanda mənim vəbşi heç nə eləməyə halım olmur. Bütün nastroyeniyam gedir də. Heç nə eləmək istəmirəm. Bu gün daha günlərdən biriydi. Heç nə eləməmişəm. Elə İsmaillə məşğul olmuşam. Sonra Amirlə məşğul olmuşam. İsmaili yatışdırdım, elədim. Səhər-səhər bir dənə paltarları ütülədim. Bir də qabları vardı. Onları yerinə yığdım. Bir də elə belə ortalığa əz gəzdirmişdim. İndi onlar getdilər, Amir də yatıb. İndi istəyirəm durun bir buraları yığışdırım, bunu da vlog çəkeyim. Çünki siz sevirsiniz mənim gündəlik vloglarımı, gündəlik işlərimi. Bugün əslində çox yaxşı gün keçəcəkdi, amma keçmədi. Heç nə olmaz, əsas sağlıq olsun. Təki İsmailin, Amirin, cəmi bütün balaların canı sağ olsun. Planlar alt üst olsa da olar.
İndi durum buraları yığışdırım, sonra nə edəsim çəkərəm. Deməli xanımlar, belə mətbəxi bitirdim. Bir dənə mətbəxi toz soranladım. O tərəfləri toz soranlamadım. Oraları sabah elədim çünki İsmail gəldi. Həm də o tərəfləri elədim. Amir duracaq, yatıb Amir onun üçün. Belə buranı da bitirdim. Bir dənə indi bu qaldı. Qaynanam gəlib bundan bükmə eləyəcək İsmail üçün. Çayımı da dəmlədim. Çaydanı da təzədən qoydum üzərinə.
Axşama da süt bişirəcəyik. Süt alıb, İsmail üçün mənə süt alıb, bizə də alıb, sağ olsun. Orada da stol əskilərimizi, stol dəsmallarımızı qoyduq ki, şey olsun, qayından qoyub onu. Sağ ol ürəyim. Bu tripodda yığışdırıb belə. Bitirdim hər şey. Orada da İsmail'in dərmanları gəldi. İsmail'dan da çöp çıxardıblar. Dünən kök yemişdi. O gedib qalıb o. Çünki dünən axşam başladı öskürməyə. Kökü də qaynanam şoraba eləyirdi. Şoraba eləyəndə kökü gördü, kök istədi. Mən İsmail'ə belə adi kök vermişəm də, ancaq qaynanmış. Çünki onu yeyən kimi sırazı əlin qalar orada. Kökü yeyən kimi onun boğazında qalır, ona görə kök qalıb. Belə bütün otaqları da bitirdim. Hamamı da təmizlədim. Belə bir də dünən İsmail kamazını aparmışdı həyətə, onu da yudum. Belə qonaq otağımız da hazır. İndi keçmirəm, o bir otaqları da qəşəng hazır. Belə bitdi. Qaynanamın kələf şorabasını yığır burada yerinə. İstədiyi bunda bloklayım ki, yəni qaynanan iş görmür deyənlərə bir cavab olsun. Kələmi hazırlamışdı, sonra da qazı çıxdı, sonra da yığır indi qablarını. Aha. Evet. Acı. Yemek pişirme. Niye? Ağaç acıydı. Acı değil. Etçedir. Etçe acı olur. Evet. Ha? Acı. No. Etçe ye git ya. Katlet ye git ya. Yersen katlet. Bugün bütün qablar yudum. Bir də gəlini, qaynananlı cimska falan çıxdardıq. Üzüm yedi, biraz meyvə yedi, çay içdik. Yəni, indi geyib yata bilərik normal olaraq. Amma qavalar yenə qaldı səhərə. Çünki halım yoxdur bunları yığım yerinə. Bibimin də məndən 5 qədər halı yoxdur. Ona görə qalsın sabaha. Sabah İsmail yaxşı olsa gedəcək bağçaya. Olmasa yenə qalacaq evdə. Yenə nə eləsəm çəkərəm. Belə xanım, videonun düzənini girdim, gördüm ki, nə olub, mən sonluq çəkməmişəm. Onun üçün dedim, bir dənə sonluq çəkim, videonu da burada yekunlaşdırım. Əslində günlük vloglar istəyirəm çəkim, amma bir gün işim çox olur, bir gün çox az olur. Hər gündə eyni şeyləri paylaşmaq istəmirəm ki, bezib sıxılmayasınız. Onun üçün əlimdən gəldiyi qədər fərqli şeylər görüb, onları çəkib paylaşmaq istəyirəm. İnşallah bu vlogumu da bəyənərsiniz. Vlogumuz da bura kimi bəyənsə bəyənməyi, yorum yazmağı və abunə olmağı. 17.000 abunəyə çox az qalmışıq. Zəhmət olmasa abunə olsanız çox sevinərəm. Sağ olun, salamat qalın. Növbəti videoda görüşərik. Hələlik.